Sağ ol. Mən Oğuz rayonunun Emin Abdullayev adına Texnik Təbiət Təmayül Liseyinin 8-1 şagirdi Abdurrahmanova Nuray. Mən Kitablarla İnkişaf Edək layihəsinin üzvüyəm. Mən 10 yaşımdandır kitab oxumağa başlamışam və hələ davam edirəm. Mənim oxuduğum kitablar mənim nitqimin artmasına, söz ehtiyatının artmasına, əsasən də ünsiyyət bacarığımın inkişaf etməsinə köməklik edib. Mən bugünə qədər çox kitab oxumuşam və oxuduğum bütün kitablarımı dostlarıma tövsiyə edirəm. Bugün oxuduğum kitablardan biri də Richard Knight'ın Qış Kölgəsi kitabıdır. Bu kitab heyvansevərlərin rəğbətini qazanmış kitablardan biridir. Mən də heyvansevər olduğum üçün bu kitabı daha çox sevdim. Buna görə də mən şərh videomu bu kitab haqqında danışmaq istədim. Bu kitabda dəcəl bir qızcığazın etdiyi əməllərə görə valideynləri tərəfindən kəndə babası ilə göndərilməsindən bəhs edir. Həmin bu qızcığaz qarda üşüyən qurd balasına yazığı gəldiyi üçün babasından icazəsiz evə aparır. Qızcığazın bu hərəkətindən xoşlanmayan babası nəvəsinin xətrinə qurd balasının evdə qalmasına icazə verir. Bir müddət sonra qurd balası böyüyür, babası da bundan narazı olduğu üçün qurd balasını meşəyə buraxır. Qızcığaz sonra evə gəlir və qurd balasının evdə olmadığını görür, ağlamağa başlayır. Babası da nəvəsinin bu halını görüb üzülür. Onlar birlikdə meşəyə qurd balasını axtarmağa gedirlər. Vaxt keçir, amma tapa bilmirlər. Bundan sonra meşəyə təzədən getdikdə onlar qurd balasını tapırlar. Qızcığaz qurdu tapdıqdan sonra görür ki, qurd artıq özünə ailə qurub. Nə qədər qurd balasını çox sevsə də ailəsindən qoparıb onu evə gətirə bilmədi və sonra nəvə və baba xoşbəxt evə qayıtdılar. Və Richard Knight'ın bizə də vermək istədiyi mesaj bundan ibarətdir ki, heyvanları nə qədər sevsək də öz təbiətlərindən ayıra bilmərik. Və biz öyrəndik ki, hər bir canlı öz təbiətində yaşamalı və öz təbiətində gözəldir. Mən də buradan heyvanları işgəncə verən, onları əziyyət edən insanlara səslənirəm ki, heyvanlar da bizim kimi canlıdırlar və onların da bizim kimi yaşamaq haqları var. Biz insanlar isə o heyvanları həmişə qorumalıyıq. Mənim gələcəkdəki planlarımdan biri də oxuyanların sayını artırmaqdır. Gəlin daha çox kitab oxuyaq və kitablarla inkişaf edək. Sağ olun.